şeyin səbəbi var ya yox? Sizə sual Hər bir verirəm. şeyin səbəbi yoxdur, amma deyək ki var. Tanrı niyə istisnadır? Hər bir şeyin səbəbi varsa, hardan başlayır bu səbəb? Hardan başlayır bir səbəb? Kainatın, yəni maddənin varlığını deyirsən, Sapeyron olma ehtimalını niyə göz ardı edirsən? Bəs sonsuzdan gələn sonsuza gedən Anaximandros'un dediyi kimi Sonsuzdan gəlmə bir şey yoxdur axı. Harda var o? Hansı fəlsəfədə var o sonsuzdan gəlmə? Anaximandros oxumusan mı? Necə? Anaximandros Xeyr. oxumamısan. Ümumiyyətlə Tales mən oxumusan mı? Tales. xeyr, elə bir şeylə eşitməmişəm. Fəlsəfə üzr istəyirəm. Yəni fəlsəfədə sondan gələn bir şey yoxdur axı. Yəni hər bir şeyin bir başlanğıcı var, amma sona doğru gedir də. Tamam, hər şeyin başlanğıcı varsa sizə kim ixtiyar verir ki, Tanrını istisna eləyəsiniz? Məntiqin qanunu Bəs nədir o? Hər bir şeyin başlanğıcında səbəb varsa, səbəbin başlanğıcı varsa, ona nə deyirsiniz siz elə? Sizin Səbəbin məntiq başlanğıcı varsa bu gedir düşür regresə. Deyil ki, sonsuz geriyə dönüş zincirinə. Yox, elə bir şey olmur axı. Əzizim, təsalsüldən danışırsansa kapsamlı gir. İbn Sina. Yox, əgər panenteizmdən danışırsansa İbn Arabiyə gir, amma kapsamlı gir. Yox, ayna metaforundan girəcəksənsə Farabiyə gir, amma kapsamlı gir. Anlıysan? Nədənsəlliyə girəcəksənsə Qazaliyə gir, amma kapsamlı gir. Oradan bir cümlə, buradan bir cümlə, ondan bir cümlə, bundan bir cümlə, belə fəlsəfə olmur. Bu bir. Belə də İbn Sina'dır. Onların hamısı Bax, oxumuşam. Buyurun. hamısını oxumuşam, sən rahat ol. Əzim, bax mən sizə təklifim budur ki, bu kobud səslənməsin, yanlış bir şey deyil bu. Əzim, fəlsəfəyə girirsənsə, dolayısıyla varlıq fəlsəfəsinə, yəni ontologiyaya girirsənsə, düzəməlli bir arqument kur. Onu premislərlə dəstəklə, mən də ona uyğun bir kontra verim. Sən bir oradan girirsən, bir buradan girirsən, bir oradan girirsən, bir buradan girirsən. Buyur. Yox, sadəcə maddi dünyada siz deyirsiniz ki, mən yəni bunu oxumamışam, eşitməmişəm. Mənə zəhmət olmasa bir dənə bir şey atın. Səbəbin sonsuz olmağı ilə bağlı başlanğıcda bir şey olmalıdır. Ondan sonra nə? Qardaş, bax bu dünyada, bax bu maddi dünyada hər bir şey səbəbsiz deyil. Hər bir şeyin səbəbi var. Siz də məni təsdiqlədiniz. Deyəcək ki, tutaq ki var. Düzdür. Elə deyil, tutaq ki, bu ön qəbuldur. Fəlsəfədə də istifadə olunan bir ön qəbuldur. Qulaq as da bir dənə, bir-birimizi anlayaq. Əzim, hər şeyin bir səbəbi var. Sən bunu məntiq qanunu elan edirsən, halbuki məntiqin belə bir qanunu falan yoxdur. Aristo məntiqinə baxsan da, klassik məntiqə baxsan da, formala da baxsan, yoxdur belə bir şey. Modal məntiqə falan. Nə istəyirsən bax. Thomas Aquinas eşitmisiniz? Əzim, Akvinson da ölü birincisi Thomas Aquinas'dır. Bu bir. İkincisi, Aquinas'ın zəruri varlıq, yəni kontinent varlıqlarının izahı üçün zəruri bir varlıq lazımdır. Məsələsini Gromov bir baya cırıq-cırıq eləyib. Hətta heç ona getməyə də ehtiyac yoxdur. Kantın bir kəlmə söz Gromov bir. Naturalist ateist. Bilinen bir filozoflardan biri. Sen ne işliyorsun Çəzdin? Bertrand Russell oxumamsan, Daniel Dennett oxumamsan, Gromov oxumamsan, Wittgenstein oxumamsan, Kant heç olmasa oxuyardın da ki, predikat söhbətini biləydin. Var olmaq bir xüsusiyyət deyil. Bax, canım gözüm. Sən məntiq qanunu olaraq hər şeyin bir səbəbi var deyə bir tələb qursan sorğuya, eyni tələbi Tanrını istisna edərək qoya bilməzsən bu bir. Hər şeyin bir səbəbi varsa, o zaman Tanrının da bir səbəbi var. Bu səni davamlı sonsuz geriyə dönüş zincirinə aparacaq. Davamlı. İndi gəldik. Niyə başında bir şey olmalıdır axı? Olmalı, sonda olmalı şeydir. Fiziki ya da metafiziki substansı. Zəruri bir varlıq olmalıdır da. Ona zəruri varlıq deyirik də biz. Tamam. Zəruri varlıq dediyin şey şuurludur mu, şuursuzdur mu, iradəlidir mi, iradəsizdir mi, məqsədli mi, məqsədsizdir mi? Bu rasional ağaçdır. Yəni bu Qulaq. Bir səbir ol bitirəm. Belə baxıram ki, sən bir dənəsinə yetinməyəsən, sən 20 dənə proyekti birdən vermək lazım. Bax qardaşım, şuurludur, şuursuzdur. Sən bunları nə ilə, hansı yöntəmlə müşahidə elədin? Hansı şuurlu olduğunu nə ilə müşahidə elədin? İradəli olduğunu nə ilə müşahidə elədin? Nə ilə təyin elədin? Zamanın, məkandan münezzeh olduğunu təyinat verməmsən axı sən. Səndən təyinat tələb edirəm. Zəruri varlığın. Hə, zəruri varlıq deyəndə mən nəyə başa düşməliyəm? Siz nəyə başa düşürsünüz zəruri varlıq deyəndə? Heç bir şey başa düşmürəm əzizim. Mən zəruri varlıq deyə bir şey yoxdur. İki varlıq var da, bizim bildiyimiz bir maddi varlıq, bir də zəruri varlıq var. Maddi varlıq Zərurinin yanındakı sözü bir dənə təkrar elə. 2 dəfə. Bir də üzr istəyirəm. Baxın, bu dünyada iki cür varlıq var. Biri zəruri varlıq, biri maddi varlıq. Biz bildiyimiz, biz özümüz, bu dünya, kainat. Canım gözüm. Gəl aydınlaşdır. Zərurinin yanında dediyin sözü bir dənə 2 dəfə təkrar elə də. Zəruri varlıq, maddi varlıq. Zərurunu sil, yanındakı sözü deyirəm. Varlıq. Bir də deyirəm də. Varlıq. Əhsən. Ontoloji statusu qazandırırsan, ontoloji statusu salırsan. Xeyr. Ötə, ontoloji varlıq fəlsəfəsi girmir varlıq fəlsəfəsinə. Xeyr.
bütün varlıq fəlsəfəsində onlar ontoloji status qazanır. Bəli, ontoloji iddia qaldırsan aslında. Harda mənbə verin oxuyum da mən onu. Ciddi analitik fəlsəfə oxuyacağım. Və hətta Bertrand Russell'dan başda mən sizə təşvim edim. İndi gəldi ikiyə. Əzim sən xeyir olan varlıq deyirsən, hansı kriteriyanı qarşılayır ki o? Nəyə? Zəruri olan şeyə. Səbəbin başlanğıcıdır ona görə. Ontoloji kriteriyalar qarşılamır axı. Tərif yoxdur. Atribut yoxdur. Operasional sifət yoxdur. Bəlkə bizim ağlımız dərk eləmir onu. Dərk eləmirsə səfsət eləyirsən axı hazırda. Bəs nə ad qoyaq ona? Siz nə ad qoyursunuz ona? Mən dediyim variantı qayda. Baxın, mən dediyim versiyaya qayda. Fakat siz onu qəbul elədiniz. Versiyaya qayıtmırsan, versiyaya qayıtmırsan. Sən zəruri bir varlıq deyirsən. Bu varlıq özü bir kateqoriyadır. Varlıq. Bildim. Düşdün. Sən o adlandırdığın şeyə, zəruriyə, varlıq statusu qazandırsan. Mən də deyirəm ki, sənin o varlıq statusuna çıxış icazən yoxdur. Keyfimə görə yox ha. Kriteriyaların təyin olunmur. Kriteriyaları verməlisən. Mən deyən tərəfdən baxaq da. Mən səbəbin başlanğıcını zəruri varlıq bilirəm. Niyə Siz nə baxırsan? bilirsiniz? Sən rasional kateqoriyadan, çərçivədən niyə çıxırsan ki? Siz nə bilirsiniz yaxşı? Nəyi? Mən zəruri varlıq dediyim səbəblərin başlanğıcı çıxdığı sonra Nədir o? sıfıra gəldi. Sizcə nədir o? Dediyin şey nədir? Siz nə deyirsiniz ona? Səbəblər zinciri sonsuz geriyə dönüşə düşür. Bu bir problemdir. 2. Mən onu tək cümlə ilə bitirərəm. Aperon desəm məsələ bitir zaten. Rasional çərçivədə qalır. Və ya birisi çıxar, qulaq asdı. Sadə izah edə bilərsiniz. Hə, maddə başqa formlarda hər zaman var idi. Bitdi. 2. Dövrü Big Bang modelini tətbiq eləsək sistemin içinə, fəlsəfi olaraq məntiqi çıxarış alaram. 3-4 dənə premisdə yetərlidir. Rahatlı, rasional çıxarış alaram. Davamlı dövr eləyən və sonsuz şəkildə dövr eləyən bir Big Bang düşün. Burada bir başlanğıca ehtiyac olur. Sonsuz. Əvvəl də bilinmir, son da bilinmir. Bəli. Bu çıxarış məntiq olaraq heç bir ziddiyyət təşkil eləmir. Amma sən deyirsən ki, zəruri. Bəli, məntiqdə hər hansı bir rəddiyəsi varsa ver. Varmı? Yox, bu daim necə davam eləyə bilər? Əzim məntiqi rəddiyəsini ver də, verəməyəcəksin axı. Ekran bəyənməsi çox zəifdir. Uşaqlar, bu qədər 2 saat yayındayıq. Niyə ekran bəyənməsi çox zəifdir ki? Milyon olmalı. Siz oxuduğunuz bir şeydir, mən oxuduğum fərqli bir şeydir, ola bilər. Sən nəyə oxumsan tam olaraq? Mən məntiq fəlsəfəsində elə bir şey oxumamışam ki, davamlı bir şey olsun. Yəni biz başlanğıc bilirik. Niyə bilirsən? Bax, bir məsləhət bilsən, xətrimə dəyməz ya da bunu mən kibir kimi algılamazsan, pis mənada demərəm amma. Mən qardaşım, siz niyə takılıb qalmısınız ki, 1000 il əvvəlin fəlsəfəsində? Modern analitik fəlsəfə var, güclü məntiq strukturları var. Niyə işlətmirsiniz ki bunu? Yox, Yəni analitik fəlsəfənin yanında Akvinasın fəlsəfəsi səncə bir keçərliyi qalar. Axı Akvinas da bir tutarlı bir dəlil vermişdi. O dövrdə də o dövr ki insanlar Akvinasın argumenti tam olaraq belə gedir, qısaldılmış formada. Kontingent varlıqların izahı üçün zəruri bir varlıq lazımdır. Problem burada bunun fiziki yoxsa metafiziki substansiya olduğunun təyinatının ayrılmış olmasıdır. Fiziki substansiyadırsa sistemin içindədir, dolayısıyla epistemologiyaya tabidir. Metafiziki bir substansiyadırsa sistemin çölündədir, dolayısıyla sən ondan informasiya ala bilməzsən. Eyni zamanda informasiya yoxsa sən səfsət eləmiş olursan. Başa düşdünmü? Bir də siz deyirsiniz, o vaxtki dövrün insanları da bizi kimi sual veriblər, daim sorğulayıblar. Yəni deyirsiniz ki, köhnə fəlsəfədir, o arsa 13-cü əsrdə yaşayıb da. Yəni hamı belə sorğulayıb. Qardaşım, bugünün analitik fəlsəfəsinin yanında Akvinasın argumenti çoxdan çöküb. Hələ sən mən David Hume'dan zaten danışmıram. Sən bunları oxumamısan böyük ehtimal. Ya da Spinoza oxumamısan. Spinoza bilirəm. Spinoza oxumuşam. Panteist olub Spinoza. Bəlkə də ateist olub amma o da. Amma panteizm dediyin şey tam olaraq elə yəni fərqli bir dini inanc formatında bir şey deyildir. Tamamen naturalist çərçivədə qalan və empirizmə də tabe olan bir mexanizmadır. Tamamen naturalizmin içində qalır. Əslində özü etiraf eləməyib ateist olmağın o vaxtki dövr. Ehtiyac da yoxdur. Naturalizmi etiraf eləməyə kimin nə lazım ki, zaten panteizmin içində. Panteizm özü bütünlükdə naturalizmin bir ana parçalarından biridir. Tamam. Amma mən panteizmə demirəm də, bilirsən, qorxuram. Nədən? Dədəmdən panteist də ki.
Evdən qovar ya mən. Təşəkkürlər əzim. Oldu kardeşim. Sağ ol. Sağ ol. Alex. Alex buyur, hoş gəlmisən. Sevik salam, necəsən Sevik? Çox sağ ol dostum, sən necəsən? Mən də yaxşıdır. Məcbur şəklimi dəyişdim ki, qaldırasan bir sual soruşmaq istəyirdim. Mən özüm də materialistəm. Aha. Sevik, bayaq dedin dövrü Big Bang və s. Prosta orada entropiya ilə zid deyilmi dövrü Big Bang? Entropiyanın hansı yasası ilə ziddi məsəl üçün? Entropiya termodinamiyin yasasıdır da, elə deyil. Bəli, bəli, ikinci qanunu. Hər şey xaosa doğru gedir zamanla. Tamam. Termodinamiyin yasaları Big Bang'dən bu tərəfə işləmir. Onu biz deyə bilmərik axı. Deyə bilirsən, zaman və məkan yoxsa termodinamiyin yasaları nətər işləyir ki? Yox, biz hardan bildik ki, Big Bang yaradıb zaman məkanı? %100 təsdiqlənib o. Modern fizikada sabit qəbuldur da. Ya modern fizika deyir ki, Big Bang hər şeyin başlanğıcıdır. Kainatın başlanğıcıdır. Bizim Yo, kainatımızın, bu var olan. Yo, onlar sadəcə genişlənməni görürlər. O Birincisi Big Bang Edwin Hubble'dan bu tərəfə. Özü Planck sabitləri özü şübhəlidir hal-hazırda dostum. Yox, çünki o fizika qırılır o singularity'də də, Planck'ın o saniyəsində. Mən də onu deyirəm də, Planck şey var ya, o 0 nöqtə. 0 nöqtə sözü şübhəlidir hal-hazırda. Şübhəlidir. Prosta ona görə deyirəm də ki, hər şeyin başlanğıcı demək, elmdə elə bir şey yoxdur axı. Net bir tanım deyil ki bu, hal-hazırda ön görüş budur da. Nəysə, bu maraqlı gəldi amma araşdıraram özüm onu biraz da. Bax da yine. Sağ ol qardaşım, minnətdarım. Sağ olasın. Mir Seymur, buyur, hoş gəlmisən. Mir Seymur, buyur, hoş gəlibsən. Ay yoldaş, ay vətəndaş. Elvin, buyur, hoş gəlmisən. Elvin, ay. Getdi, niye getdi ki? Hilal Abbas Sadı. Buyur dostum, hoş gəlmisən. Hilal. Nədir bu? Belə niyə olur ki? Sədail, buyur, hoş gəlmisən. Olsun əlim dəyib. Yaxşı qardaş, yaxşı. Buyur, hoş gəlmisən. Yumka. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Niyə? Belədir ki. Nə? Vaziyet buyur. Vaziyet. Bu ne diyor? Gibi olmuş. Yəni 11-11-də bura bağlanır. Nazan buyur, hoş gelmişsin. Yəni aşağıdan Bu ne oldu? Böyle niye oldu ki? Elxan buyur. Elxan ses küy gəlir sen mikrofonundan. Salam. Mən Hər həyatda vaxt qeyd olsun. etdim. Mən 3 gündür səni izləyirəm. Ümumi danışırsan. Məndən əlavə də qardaşlar da müəyyən insanlar bir çox sözlər deyir, hətta yad planetlərə də deyir. Mən sağ tam səmimiyyətimdən deyirəm ki, yad planetlər də var, hal-hazırda aramızdadırlar da. Hər şey qoyaq qırağa. Amma bir söz deyim də sən. Bunun hər cür basit işdən sonra. Əzim olmaz da belə səs kirliliyi var da. Yad planetlər də var, həm də əminliklə deyir. Elə bir gedib 2 stəkan çay, 2 çay içib gəlir. Ramin buyur, hoş gəlmişsin. Salam Çevik. Hər vaxtın xeyir, buyur. Çevik, sənə bir iki dənə sual vermək istəyirəm.
Buyur. Ve burada olan insanlara, 2000 adamlara, bu olan insanlara Çevik, eşidirsən mi? Eşidirəm əzim. Ha. Bayaq o Türk qardaş sənə gözəl bir cavablandırdı. Sən dedin ki, Türklər Türkiyədə Türk qalıbmı? O da bir dənə sual sənə yönəltdi ki, sən cavabını verə bilmədin, bu bir. İkincisi də ki, səni burada dəstəkləyən səhifələrin adına baxıram. Yəni həqiqətən də baxıram. Onlar heç biri, yəni qıraq qüvvələrdir, səni ki dəstəkləyən, səni maliyyələşdirən, səni xüsusi olaraq illərdir hazırlayan, yəni Azərbaycanda belə deyək də Allahsızlığı, yəni təbliğ eləyəsən, bunu əsrlər boyu bu Allahla, peyğəmbərlə mübarizə aparıblar da. Bu qıraq qüvvələr və qara qüvvələr olub. Kimlər qıraq qüvvələr deyəndə kimi nəzərdə tutursan? Kimi nəzərdə tuturam? Peyğəmbərlərə qarşı belə deyək də üsyan edənlər, Allaha qarşı üsyan edənlər. Açıq danışdım da, yəni açıq danışdım. O buydu Allah, yəni o Allah'tı əbabil quşun dimdiyində ordunun. Bu arada sən bir dənə söz dedin, Ramin, az öncə. Dedin ki, bu Türk sənə sual verdi. Nə sual verdi mənə Türk? Kimə cavab verdi? Mən daha onu burada olanlar bildi. İsrail söhbətini deyirsən? Yo. Nə Başqa söhbət? söhbət. Nə söhbət? Rus? Ha, Rus. Həyatımda nifrət elədiyim millət deyəzdim ruslar mən. Həm özün bilərsən, nifrət eləyirsən, eləmirsən. Mən burada diqqət eləyirəm. Özdə kim düz danışır, sən cavablandıra bilmirsən, götürüb atırsan aşağı. Sənə sərf eləmir. Niyə yalanla danışırsan ki? Sərf eləmir də bu faktdır. Səni bax Niyə burada yalandan iminli bax deyir, bax burada insanlar sənə reaksiya verməsə, sən onsuz burada çıxış eləməyəcəksən. Bunu mən sənə əminliklə deyim. Heç kim sənə Başqa reaksiya platformada eləməsə, çıxış heç kim sənə eləmə. fikir verməsə, heç sən vaxt burada oturmayacaqsan, sənə sərf eləməyəcəksən. Bunu mən sənə deyirəm. Mənə bax, Səni xüsusi olaraq illərdir hazırlayıblar, maliyyələşdiriblər. Qəşəng illərdir sənə qəşəng maliyyələşdiriblər, pul buraxıblar ki, gözəl boş danışma. Gözdə gör nə deyirəm, ay yoldaş, ay vətəndaş. Pul buraxıblar. Mən bax, çox istəyirsən İranı, çox sevirsən İranı. Mən İranı sevmirəm. Xeyr, mənim İranla nə əlaqəm var? Mənim Azərbaycan vətəndaşıyam. Mən Azərbaycanı Azərbaycanı sevirsən, Azərbaycanı. Bəli. Bu nə cür bir Azərbaycan sevgisidir ki, sən Azərbaycan vətəndaşının elm, fəlsəfəyə yönəlməsini əngəlləməyə çalışırsan. Sən elm, fəlsəfə yönəlməsinə xeyr. Sən bilirsən birincisi, sən Azərbaycan xalqı bir dəqiqə deyən, müsəlman ölkəsidir də. Düzdürmü? Müsəlman ölkəsi deyil, yalan danışma. Hardan nə ölkəsidir? Niyə yalan danışırsan? Sekulyar, tolerant, multikultural bir ölkədir. Multikultural ölkədir. Ay sağ ol. Bizim təməlimiz müsəlman ölkəsidir də. Xeyr, orada təməli müsəlman ölkəsi. İslamiyyətin bəlli bir tarixi var, bura gəliş tarixi var. Ondan qabaq nə idi? Balqabaq zad idi millət. Hə qardaş, biz uşaq deyilik, az yaşım yoxdur. Sən qalırsan ki, bax, mənim üçün fərqi yoxdur. Mən siyasi işlərə girmirəm. Mənlik deyil o siyasi işlər. Sən bəzən burada məsəl üçün o bayaq o Türk danışanda siyasi söhbətlərə qoşulursan, qatılırsan. Mən o qatılmıram, mənlik deyil. Çünki onu şükür Allah gözəl dövlətimiz var. Gözəl dövlətimiz gözəl bir şərait qurub, strateji şəraitlər qurub. Sən o gözəl dövlət dediyin dövlətə şəraitdir hal-hazırda. Kimə şəraitdim? Sən demədin ki, səni yetişdiriblər, yayına buraxıblar. Mən Azərbaycanın tən ortasında oturmuşam. Mən yetişdirib xarici ölkələr, xarici qüvvələr ortalığa buraxıblar. Səni burada takib edən, səni burada qulaq as. Sən indi nə deyirsən ki, demək istəyirsən ki, hüquq mühafizədə xüsusi xidmət orqanları o qədər bacarıqsız ki, mən xaricdən maliyyələşdirirlər, xaricdən hazırlayıb bir qərar ver də, bir qərar ver, iki sifətin olmasın. Yəqin bir səhv buraxacaqsan, yəqin tədbir görəcəklər də. Hələ ki, yəqin səhv buraxmamısan. Bəs sən demədin ki, səni yetişdiriblər. Sən konstitusiyanı, qanunu gözəl bilirsən deyə oxumusan. Ona görə səhv buraxmağı gözləyirsən ki, səhv buraxmır. Sən az öncə demədin ki, səni yetişdiriblər. Nə yetişdirib? Yəni hazırlayıblar səni. Dedim. Ay, burada iki dənə variant var. Ya sən qorxursan demək ki, sən Azərbaycan hökuməti özü yetişdirib, ya da xaricdə yetişdiriblər, hökumət bacarıqsız. Azərbaycan hökuməti bir dəqiqədə Azərbaycan hökumətini sən bura niyə qatırsan? Mənim bir dəqiqə, sən siyasi söhbətlərə niyə girirsən? Bu gəlin söhbət siyasi söhbət. Siz qorxaqsınız. Xeyr, qorxaq deyiləm mən. Mən öz dövlətimə güvənirəm. Çünki bu qədər sülh əmin-amanlıq. Dövlətə güvənirsən, sən niyə gəlmirsən bura? Nətər niyə? Güvən dövlətimə mələ məsləhət biləndə ləğv eləyəcəklər də məktub basacaqlar sənə. Nə lazımdır? Güvənirəm, bilirəm də. O bilirəm ki, səhv buraxsan, bunu eləyəcəklər. Mən dövlətimə güvənirəm. Güvəndə get otur orada çay içdə nəyə gəlmirsən yəni?
Yəni demək istədiyim budur ki, bu insanlar sənə boşuna nəyə qulaq asırlar? Qulaq asma da, kimsə zorla tutmuşam mən burada. Vallahi burada olan bu insanlar sənə qulaq asmasa, heç kim sən burada oturub danışmazsan. Sənin səhifəndə Yox, səni 10 zorla nəfər- tutub gətirmişəm mən bura. Görsən ki 10 nəfərdir, sən vəbşi burada Deyirəm danışmırsan. səni zorla gətirmişəm yayınıma. Çünki burada olan insanlar bax izlə, burada diqqət etsinlər. Burada olan səhifələrin adını, burada 2500 adam, 2600 adam diqqət eləsə ki, səni dəstəkləyən ki, adına baxıram mənə qəribə gəlir. O adlar mənə qəribə gəlir. Nə qəribə gəlir ki, cəmaət adın yazır. Gəlir də Sən bax. cəmaətin adı sənə niyə qəribə gəlir ki? Abbasova yazıb ora məsələn, Ramin yazıb ora. Hayır, Abbasova, Birisi nə bilim, Ramin. Ahmet yazıb, Əhməd yazıb. Əhməd niyə qəribə Çox gəlir? deyilik də. Azərbaycan adlarında niyə qəribə gəlir Hara sənə? fırlayıb hara atmaq istəyirsən bilmirəm. Mən onu Əzim, mən demək sözü istəyirəm ki, vurdum. sənə- Səs Marsdan belə gəldi, sənin xəbərin yox. Hardan vurdun? Vura bilməzsən. Vura bilməzsən. Burada yenə deyirəm sənə təkrar olaraq. Təşəkkürlər. Sənə kim doğru cavab verir, sual verir, sualın cavabını verə bilmirsən götür. Yaxşı. Roma, buyur, xoş gəlmisən. Salam, xoş gördük. Sual verəcəm mən də elə. Bəli. İcazə versən bir dəqiqə çata səslənmək istəyirəm. Hörmətli izləyicilər, hörmətli yoldaşlar, yenə deyirəm, nə siyasətdən danışmağa çəkinəcək adamlar deyilik biz. Nə bilim, sosial strukturdan danışmağa çəkinəcək adamlar deyilik. Hə, qoşulmaq istəyənlər çəkinirmi? Ayrı bir məsələ. Ona görə də mən deyirəm ki, insanlar sorğulaya bilən, intellektual cəmaatımız olsa, nə siyasət danışmaqdan çəkinməz, nə başqa bir şey danışmaqdan çəkinməz. Siyasətdən danışmağı qadağan edən bir hüquq sistemimiz yoxdur. Ortada konstitusiyanın qaydaları da, qanunları da ortadadır. Nəysə, Roma, buyur, xoş gəlmisən. Salam, xoş gördük. Xoş gördük. Bir dənə sual vermək istəyirəm. Ümumiyyətlə insan nədən əmələ gəlib? Başlanğıc nədən olub? Kimyasal reaksiyonlardan mən qardaşım. İndi Abidiniz niyə olmur izah o? edir bunu. Kim deyir ki, sən olmur? Və niyə biz görmürük? Ancaq dünyaya gətirir onu hansısa bir ana. Yəni qadın Sən elə xeyli. bilirsən ki, kimyasal reaksiyonlardan puf deyə birdən-birə insan olub? Sən onu bilə bilmərsən axı, bəlkə sən də bilmirsən olmayıb. Fosillər var axı. Sənin oxuduğun sadəcə kitablar olubdu. Fosillər var, kitablar demirəm. Fosillər, fosillər. Oxuduğun kitab yanlış olub, yoxsa Tamam, yanlışdır. Səncə necə var olub insan? insan var olub ki, demək ki, qabaqcadan bu bir ikisi olub ki, sonradan bu dünyaya Birində gətirə ilk insan insan çoxalıb. kimdir? Tamam, ilk insan kimdir? Onu mən deyə bilmərəm kim olub. Bəs niyə deyilə Çünki mən bilənlərə, sənə izah verənlərə? keçmişdə qalır. Mən dünyaya gəlməmişdən qabaq mən bilmərəm nə olub, nə olmayıb. Amma mən Sən heç də bilirəm ki, bilmirsən, amma bilirəm iddiası ilə sən gəlmirsən. məni bura qalxızmasan mən öz başına qalxa bilərəm bura. Əzizim, deyirəm ki, sən bilmədiyin şey haqqında dirənməyə gəlmisən bura hal-hazırda. Xeyr. Mən sadəcə demək istəyirəm ki, deyirsən kimyasal nəsə əmələ gəlir. Hə. Mən Nə deyirəm bilim, niyə nəysə, biz onu hə. Mənə maraqlı deyir nədən əmələ gəlir. Mən sadəcə Allahımı tanıyıram. Mən ona görə sual verirəm ki, Allahı da niyə bəs tanımırsan, axı, həqiqətən. tanıyıram. Tanıdım, Niyə mənə ki də bəs tanıdım. niyə ki indi bax o deyirsən nədənsə belə biz insan əmələ gəlir. İndi niyə ancaq dünya qadın xeylağından olurdu, dünyaya gətirir. Niyə bəs öz-özünə yaranmır? Aparatdan yarananlar, aparatdan çıxanlar da var axı, sənin xəbərin yoxdur. Bu bir. İkincisi, sən elə bilirsən ki, puf deyə insan çıxıb ortaya. İnsandan geriyə gedəndə, ta başlanğıca qədər gedəndə insan deyilən bir şey geridə qalmır. Birdən-birə insan, bugünkü vəziyyəti ilə insan yaranıb deyə bir şey də yoxdur. Sən o orta məktəbə hörmət eləyib, təhsilə hörmət eləyib, o qədər xərclənən, valideynlərin sən aldığı palapaltara, sumkaya hörmət eləyib, kitaba, dəftərə, ruskaya hörmət eləyib, oxusaydın 3 kəlmə o biologiya dərsindən. Sən indiyə qədər bilmiş olardın ki, təkamül tam olaraq nədir? Oxumayan deyəndə oxuyana yuxarıdan aşağı baxmalıdır. Bilavasitə yuxarıdan aşağı baxılmalıdır. Bu mövzuda. Sən kimsən ki, gəlib təkamül haqqında fikir bildirməyə çalışırsan, təkamül haqqında heç nə bilməyə. İnsan Bir olaraq dənə demirəm, söz ha. Sən kimsən yerinə ölə bilərsən? Xeyr, ölə bilmərəm. Mən də sənin yerini ölə bilmərəm də, düzdürmü? Hər kəs öz yerini öləcək. Müstəxli var. Yəni mən Quran oxudum, sənə nə əlaqə? Oxumadım, sənə nə əlaqə? Sənin burada maraqlı olan nədir? Məni maraqlı eləyən sən Quran oxudun, din oxudun, kimsə sənin başını yedi, manipulyasiya elədi, gəldim, mən oturdum, kafeni partlatmaq istədim, görsən atama nə deyir. Başa düşdün? Nə deyir? Necə nə deyir? Ölən insanlar bizdən də ölür.
Ölən insanlar bizdəndir. Sən nə bilirsən sən sabah başına nə gələcək? Bilirsən? Dəxli var et. Heç dəxli var. Bildiyin üçün yaşayırsan, yoxsa bilmədiyin üçün yaşayırsan? Deyirəm ki, ay yoldaş, sən dinə dərinləməsinə girdin. Birisi sənin başını yedi, üstüne bağladı bombanı, getdi bir kafede partlattın. Hara getdi bu? O sözdən də qorxurlar ya. Boy. Sözdən də qorxurlar. Partlatmaq zat dedim qorxuyor. Şeyda xanım getdi. Tamam. Uşaqlar sizə müzakirə və soruşum. Təklif deyil, sizdən fikir alaq. Silahlı Qüvvələr Günü yayın olsun yoldaşlar. 26 iyun yani. Hı? Standart yayın olsun yoxsa fərqli? Alo, salam Ölür. Hər vaxtın xeyir dostum. Axşamın xeyir. Axşamın xeyir. Qardaşım, sana bir sual vermək istəyirəm. Səni Allahı yəni danmaqda məqsədin nədir? Səni nə vadar edir ki, sən Allah yoxdur bilsin? Yersibet istədim, vermədim. Yox, ora yazmışsan ki, Allah yoxdur da. Yəni səni vadar edən nədir? Bax sən onu danırsan. Demirəm yersibet istədim, vermədi. Velosiped istədi, vermədi. İstədim, vermədi. Sən onu doğru çalışdın ki, sən o velosipedi əldə edə bilmədin. Hə, çalışdım, vermədim. Mən nə qədər illərlə istədim, vermədi. Yersibetim mən. Sən verirsənsə yersibetimi mən şeyləyim. Yaxşı, şimdi sənin dilinlə danışsaq, deməli sənin qismətində yoxdur da o. Yəni insanın qisməti əvvəlcədən yazılıb. Bu dəqiqə sənin ölümün də yazılıb. Əcəlində. Hansı gün? Prosta onu biz bilmirik. Yaşayıb görürük. Tamam. O zaman mən ateist olmağım da yazılıb da. Xeyr. Allah Teala insana bir balaca sərbəstlik verib. Müəyyən şeylər var ki, öz əlimizdədir. Nə qədər hansı səviyyədə öz əlimizdədir? Gəlirəm bir dəqiqə. Getmə çala. Səni çox istədim. Hə, buyur. Səni dinləyirəm. Mənə bax, qardaşım. Əgər insana bir balaca sərbəstlik verilibsə, mən tamam, o sərbəstlikdən istifadə edəcəm hal-hazırda, bax bu dəqiqə. Müsəlman olmaq istəyirəm. Mən müsəlman eləməyin lazımdır. Eləyə bilərsən. Zəhmət olmaz. Mən bildiyim, mən savadığım elə də çox deyil, qardaşım. Ən azından bildiyimdən mən savadığım. Dərinləməsinə hədis, külliyatı, üsulü hədis, nə bilim, ravilər necə, istinadlar necə olmalıdır, hansı xətlə bağlanmalıdır, belə şeylər soruşmuram ki. Mən səndən İslam elmi haqqında heç nə soruşmuram. Mən səndən soruşuram ki, sadə şəkildə mən mömin necə ola bilərəm? Yəni müttəqilərdən olmaq istəyirəm mən, inananlardan, nətər olmaq, hansı şərtlərdən, hansı proseslərdən keçməliyəm? Bax, xristianlıqda məsəl üçün mən xristian olmuşam da bir həftə də olsa. Katolik olmuşam, vəftiz falan edirlər, nə başımı soxurlar, suya çıxardırlar, nə bilim ayət oxuyurlar, ilahi oxuyurlar. Sizdə proses nədir də? Denən mən. Özün maşallah Quranı yaxşı oxumusan, bir çox ayələrini də əzbər bilirsən. Amma nədirsə protiv edirsən, qəbul eləmirsən. Niyə? Bu sualda mən sağ edirəm. Eynən sənin kimi protiv edirəm, çünki sən də qəbul eləmirsən. Mən qəbul edirəm. Allahıma zürətdən inanıram. Oxumusan mı? Quranı oxumusan mı? Azmaz. Azmaz. Namaz qılırsan mı? Vaxt işəm. Nə oldu bəs? Görsən hal-hazırda sən məndən fərqi yox, sən də ateistsən. Elhamdülillah. Xeyr. Sənlə mənim fərqim bilsən elədir. Nədədir? Sən Allah yoxdur deyirsən, mən deyirəm var. Mən Allahın inanıram. Sən var deməyi nəyi dəyişir ki? Sənlə mən heç fərqlənmirik. Bax, sənin bu dəqiqə hal-hazırda canlında 2007. Sırf Allah var deyəcəksən, deyirsən deyənə sən. O Allah var dediyin Allahın göndərdiyi kitab var deyib, heç bir əməlini yerinə yetirməyən sən. Cənnətə gedəsən, mən cəhənnəmə. Bu nə cür bir ədalətdir? Quranda belə bir ayə var ki, deyir möminlər namaz qılsa da, xeyir işlə məşğul olsa da, heç vaxt ürəklərində deməsinlər, dildə yox ha, ürəklərində deməsinlər ki, mən 100% cənnətliyəm. Deyir onlar hər an, bu ayəni də yəqin ki oxumursan, bilirsən.
Əgər Allah qatında bağışlanıbsa bir adam nətər olur ki, cəhənnəmli olur? Bağışlanmış Allah insanın, bəndənin, müttəqinin cəhənnəmli olma ehtimalı var. Bu Quran bilirsən də nə üçündür? Nə üçündür? İnsanlar Allah'ını tanısın, dində nə cür Tamam, sən yaşamaq tanırsan. lazım, bunları anlasın. Tanıyırsanmı Allah? İndi mən misal üçün, misal belə deyim. Allah'ımı tanıyıram. Deyirəm göydən yağış Allah yağdırır. Sən nə deyirsən? Deyirsən yox. Tamam, tamam. O zaman mənə Allah'ı Quran vasitəsilə tanıt. Görüm sən necə tanımısan? Ben indi mən sənə belə bir sual verim də. Deyirsən Allah'ı tanıt. Biz Allah'ı niyə görmürük? Cavab vermədən Sualıma niyə? cavab ver. Sən mən sualıma cavab vermədən niyə yayınırsan ki? Deyirsən Allah'ın mənə tanıt da, düz deyil. Tanıt da, hə. Bu tanıtma prosesi də İxlas surəsindən başlayır. Oxu görüm İxlas surəsini. Mən qardaşım, bax saat deyirəm. Deyirəm göydən yağış Allah yağdırır. Sən nə deyirsən? Bax tanıdıram Allah. Göydən yağış yağdıran İxlas Allah. surəsini bilmirəm desən yetərlidir. Deyə bilərsən. Ha? O müqəddəsdir, pakdır. Onun bənzəri yoxdur. O nə doğulur, nə doğulmuyor. Düzəməlli. Bu da bir ayədir və sağ deyirəm. Düzəməlli ayəti bu. İstehza İndi elə. İxlası, At. indi yaxşı Hörmətli İxlas atayım. surəsini bilmir. İxlas surəsini Evet. bilmirsənsə sən nə vaxtsa necə ola bilər ki, namaz qılırsın? Qılmış olmalısan. Demədin qılmışam nə vaxtsa. Hə. Namazda nə istifadə edir? İxlas surəsini oxumurdun. Bax burada bir nəfər sana sual verir ki, insan yaxşı necə yaranır? Sən də deyirsən Oradakiları bilirəm. Oradakılar suallara mən cavab verirəm. Sən sualıma cavab ver. Sən namaz qılmırdın bir dönə. İndi bir dənə İxlas surəsini indi bilmədik deyə. İxlas surəsini bilməyən bir adam Allaha necə namaz inanmır. qılır ki? İndi ola bilər ki, sözləri yadımdan çıxıb da. İndi o demək ki, mən kafirəm. Allah yox. Mürtədsən. Sən mürtədsən. Mürtəd nədir? Bilmirsən mürtəd nədir? Yox. Niyə? Və sən dini tanıyırdın, İslamı tanıyırdın, dinini bilirdin, Allah'ı tanıyırdın, kitabını bilirdin. Mən onun kitabındakı heç bir ayəsini tanımıram. Hamısında da həqiqət var. Amma sən tanımırsan. Sən. Oxumusan hamısını? Hara getdin? Hara getdin bəyəfəndi? Buradayım Hamısını qardaşım. oxumusan, Sağ olasın. ayətlərin hamısını oxumusan mı? Bir çoxunu yox, amma az oxumuşam. Bəs o bir çoxunu yox dediyin ayətlərin həqiqət olduğunu hardan bilirsən? Yəni bu yalançılıq deyil. Xeyr. Ən azından mən Allah'a inanıram, Qurana da inanıram. Yəni Allah'ımı tanımıram. Elə bil Səndən ki, fərqli olar. Quranda 6236 dənə ayət var. Deyək ki, sən 36-sını oxumusan. 6200 dənə ayətin həqiqət olduğunu nəyə əsasən deyirsən? Oxumadığın halda. Bax qardaşım, sənin vadə eləyən nədir? Bax, Allah yoxdur yazırsan. Sən niyə Allah'ını danırsan? Bir dənə bu sualıma cavab ver də, xahiş. Səmimi cavab istəyirsən? Bəli. Yanımda çölə gedən səsi bağlayım, ikimiz də işləş. Bağladım. Etiraf edirəm. Qardaş, mən Allahın yer üzünə göndərdiyi elçiyəm. Səni imtahan edirəm. Bütün möminləri imtahan edirəm ki, görüm imtahandan keçə bilirlər, keçənmirlər. Anladın? Başa düşdün? Və sən sinifdə qaldın. Niyə? Çünki sən İxlas surəsini belə düzəməlli bilmirsən. Deyən səs açım uşaqlar. Hə, açdım səsi. Təşəkkürlər mənim qardaşım. Başqa bir şey var. Var. İnsan nə cür yaranır? Təkamül eləyir. Sən bilmirsən ki, ilk insan Adəm yaranıb, qardaş. Onu bilmirsən sən. Bilirsən axı, Quranı oxumusan. Adəmdə niyə məmə var idi? Adəmdə niyə məmə var idi? Nə var idi? Məmə. Habillə Qabilə əmizdirirdi. İlk insan, qardaş, Adəm yaranıb, sonra Həvva. Anladım da. Sən bu hekayəni çox Adəmdən- yaxşı bilirsən. Prosta sən sən lağlağı ilə danışsan. Mən sənə lağlağı ilə danışmıram axı. Lağlağı ilə danışmıram axı. 5, 4, 3, 2, 1. Sən düşmədin. Dolayısıyla ateistsin. O sənin öz ailəmində. Yox, Quranın aləmində. Mənə nə dedin az öncə? Dedin ki, sən istehza edirsən ayətlərimizdən.
Sən ayələri oxumusan, amma inkar edirsən. Yox, sən o sözü dedin, demədin. Dediyini istehza edirsən, lağlıq edirsən. İndi bayaq sözü dilimə gətirib işlətmək istəmirəm də, sən dediyini. Əzizim, sən mənə dedin ki, ayətimizdən istehza edirsən. Dedin, demədin. Hə ya da yox, dürüst ol. Sən deyirsən o sözü dilinə gətirirsən, deyirsən ki, mən onu dilimə gətirmək istəmirəm o sözü. Zərgər qaqaş, Mən sən sənin az öncə danışmıram. 2800 nəfər adamın qarşısında dediyin ki, sən bizim ayətimizdən istehza edirsən. Dedin, demədin. Danırsan da, Qurana inanırsan ki sən. Əhsən. İndicə sən Qurana inanırsan sən. Sənə tövbə eləmək lazımdır və qüsul almaq lazımdır mən qaqaşım. Bilirsən niyə? Bilirsən? Bax, sən hal-hazırda kafirsən. Çünki Hə, sən aydın. az öncə mən aləmdə yox, Quran belə deyir. İnanmırsan Qurana? Bax, kitabda sizə nazil etmişdir ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tay olarsınız. Kafirliyə xoş gəldin mən qardaşım. Get tövbə. Xeyr, o ayə sırf sən ayəti var. Arvidasiya. Get tövbə elə. Sən hal-hazırda kafirsən. Komando buyur, xoş gəldin sən. Çevik axşamın xeyir. Axşamın xeyir. Mən çoxdandır qoşulmaq istəyirdim sənin efirinə. Çox sağ ol ki, mənə qaldırdın. Mən bir 10 saniyəlik tərif vermək istəyirəm. Çox vaxt almayacağam. Qardaş, sənin kimi bilikli, savadlı, ziyalı insanların var olması bizim ölkənin suverenliyini daha da artırır. Çox təəssüf ki, çox təəssüf ki. Nə bilim, o digər yayımlar açırlar dini mövzularda, insanları həqiqətən də din altında azdırırlar. Olmaz belə. Bilirəm qardaşım, təşəkkür edirəm. Mən bir dənə sualım bundan ibarətdir ki, yəni mən 40 yaşım var. Yaşımızın üstünə yaş gəldikcə insan daha da müxtələşir, həyatı daha da geniş algılayır, daha da belə deyil də ağıllı tərəfdən baxır. Mənə çatmayan bilirsiniz nədir? Əsasən də bu kişi xeylaqlarının da, yəni bura qoşulurlar. Bunlar nəyə etiraz edirlər, nəyə dirənirlər? Yəni kör gördü də. Bunu necə sən bilə-bilə etiraz edə bilərsən ki, yox, ərəbdir bizim belə deyil də ağamız, nə bilim paşamız. Beyin olması, manipulyasiya və ağır aparılan propagandadır özüm bu. Güclü propagandaya məruz qalırlar. Bəli, düzdür. Təşəkkürlər Mən əzizim, özüm var də olasın. 30 saniyədə vaxtı alım mən sənin. Buyur, Sən buyur. bəzi məsələlərdə toxunursan, bu dövlət əleyhinə olan əməliyyatlarda falan mən özüm də iştirak eləmişəm. Yəni çox görmüşəm. Sən həqiqətən də düzün deyirsən. Bu işdə qoşulma halları, nə bilim digər bu din adı altında dövlətimizə qarşı olunan belə deyək də haqsızlıqlar və bəlalar. Bəli. Çox sağ ol Çevik. Minnətdaram. Sağ ol özüm, təşəkkürlər, var olasın. Xoş yayın. Ahmedov buyur, xoş gəlmisən. Təşəkkürlər qardaş. Çingiz Aytmatovun Manqurt əsəri. Çingiz Aytmatovun Manqurt diye əsəri yoxdur. O əsər Yoldaş Çingiz Aytmatovun Manqurt diye bir əsəri yoxdur. O əsərin adı Çingiz Aytmatovun Günvar əsrə bərabər əsəridir. Bütün yəni əsər tam şəkildə Günvar əsrə bərabərdir. Adını yanlış yazmışsınız. Xaçmazlı qaqaş buyur, xoş gəlmisən. Salam aleykum, axşamınız xeyir olsun. Axşamın xeyir. Bir dənə söz deyim sən abi. Bax, indi sən ateistsən də, düzdür, Allahın olduğuna inanmırsan da. Dünyanın da ki öz-özünə yarandığına inanırsan, düzdürmü? Deyək ki, elədir. Acı belə bir filmi çəkin. Təsəvvürlə ki, məktəbdə oxuyursan, müəllim deyir ki, zəng vurur ki, sabah imtahan var. Ola bilsin ki, olmadı. Sən gələndə ruçkavı götür gəl. Düzdür, burası anlaşıldı mı? Sən avtomatik neyəyərsən? Deyərsən ki, bəlkə imtahan var, mən ruçkamı götürüb gedim də, başa düşdün. Əla. İndi sən promo deyirsən ki, yəni Allah yoxdur, dünya özünə yaranıb da. Bəlkə var. Sən Tamam, ehtiyatlı bəlkə gör varsa də. mən Ən bir azından vasitə və bir Allahın... mənalı olaraq cəhənnətə gedəcəm axı mən qardaş. Niyə?
Çünki ayətlər elə deyir. Sənin müsəlmanlığından gedirsə söhbət. Bax qardaş, getdim. Gəl senari quraq. Gəl senari quraq. Gəl senari quraq. Getdim ora. Çıxdı qabağıma. Sən mən niyə inanmırdın? Deyəcəm ki, qardaş, birisi dedi gəl şii ol. Birisi dedi gəl sünni ol. Birisi dedi gəl deist ol. Birisi dedi Allah belədir. Birisi dedi Allahın baldırı var. Birisi dedi Allahın baldırı yoxdur. O birisi dedi Allahın metafizikdir. Bu birisi dedi Allah ərşdədi taxtı var. Hansı Allahdan? Mən hansına inanmalıydım? Birisi dedi bu təriqət düzdür. Birisi dedi bu təriqət düzdür. Birisi dedi o təriqət düzdür. Mən də dedim yekunda deyəcəm ki, bax elə bir şey danışırıq da, qarşımda dayanıb da belə gücü ilə. Mən də bilsən nə deyəcəm? Bunları deyəndən sonra da deyəcəm ki, mən də fikirləşdim ki, əgər bir tanrı varsa, bir ilah varsa, sonsuz qüdrətə sahib, ədalətli, rəhimli bir Allah varsa, mən dürüst həyat yaşamağa çalışsam, nə bilim kiməsə pislik eləməsəm, kiminsə toyuğuna daş atmasam, kiminsə nə bilim xətrinə dəyməsəm, kiminsə namusuna, qiriyyətinə dəyməsəm, hər halda mənə cəza verməz də. Bu normal Allahdan gedirsə söhbət. Nədir? Mən o təriqətə, bu təriqətə girib hansı Allahdan danışdığımızı bilmirəm deyənə, inanmadığıma görə mənə hər halda cəza falan verməz. O ki qaldı, əgər normal bir tanrıdan, normal bir Allahdan söhbət gedirsə, mən ona qarşı dürüst olmuş oluram. Niyə bilirsən? Mən orada rahatlıqla açıqlamam var. Mən orada deyəcəm ki, sən bir kitab göndərmişdin, deyəcək hə. Birisi dedi tərcümə xətalıdır. Birisi dedi şiənin tərcüməsi düzdür. Birisi dedi sünninin tərcüməsi düzdür. Birisi dedi sünninin içində sələflərin tərcüməsi düzdür. Biri dedi xəvariclərin tərcüməsi düzdür. Keçdi şiəyə. Birisi dedi rafizlərin tərcüməsi düzdür. Birisi dedi cəfərlərin tərcüməsi düzdür. Birisi dedi vilayət fəqihçilərin tərcüməsi düzdür. O deyir bu təfsir düzdür. Bu deyir o hədis düzdür. Mən 30 il, 40 il, 50 il, 60 il, 70 il ömür yaşayacağım. Ömür boyu bununla məşğul olmalıydım. Mən də başım buraxdım. Dedim əgər bir Allah varsa yuxarıda, məni sorğu-sual edəcək. Mən ona qarşı dürüst olmuş olaram. Sadə bir dənə nəticə var ortada. 1000 dənə tanrı anlayışı var idi. Mən dedim ki, topaz da yoxdur. Vicdanımla yaşamağa çalışdım. İndi gəldik 2-yə. Əgər sənin kitabın həqiqətən doğrudursa, həqiqətən kitabın təqdim elədiyi Allah doğrudursa, istisnasız cənnət deyəm mən. Yunus surəsi 99. Allah istəməsə kimsə iman gətirə bilməz. Yasin surəsi 8-9, 10, 11, 12. Onların dalına da qabağına da səd vurduq, istəsələr də iman edə bilməzlər. Başqa ayətin Araf surəsi 179. Biz cinlərdən və insanlardan bir qismini direkt cəhənnəm üçün yaratdıq. Zaten məni cəhənnəmə paketləyib bu şey. Tanrı. Neyin imtihanından gedir söhbət? Gəldi təzədən İnsan surəsi 30-31-ci ayətə. Allah istəməsə sən istəyə bilməzsən. Dolayısıyla ateist olmaq istəyirəmsə Allah istəyir. Neyin imtihanından danışırıq biz? Hə? İndi belə bir söz deyim də abi. Bax, keçək imtahan məsələsinə. Mən razıyam səninlə. Mən biri deyəcək ki, imtahan olan deyil. Biri deyəcək ki, kağız olan deyil. Biri onu deyəcək, biri bunu deyəcək. Mən ən azından ruçkamı götürüb gedə bilərəm də, düzdürmü? Gəl gedək ruçkaya. Gəl götürək gedək. Namaz qılaq mən qardaşım. Yox, qulaq sonra gələm. Ən azından ruçkavı götürüb gedə bilərsən, düzdür. Düzdür, mən namaz qılmıram. Ərəb şeyləri, ayələri oxumuram, anlayışım var azdan çoxdan. Ancaq ən azından, yəni Quranı qoydu kənara. Ən azından bu kainat, dünya, yəni öz-özünə yarana bilməz. Bunu yaradan bir nəfər var. Ay qaqa. Birincisi, hər şeyin bir səbəbi... Ne danışsan sən, nə hörmət? Mənə bax, qardaş, hər şeyin bir səbəbi olmalıdırsa, sənin Allahın da bir səbəbi olmalıdır. Bunu kökündən göndərək. 2. Qələmi götürdük, gedək hazırlağa. Hardan başlayaq? Namaz qılaq, oruç tutaq, zəkat verək, nə qayraq? Hardan başlayaq? Yox, qələmi niyə pirməyə çəkirəm? Yəni, suallarından yayınırsan, mən qardaşım. Ehtiyatımı görək də, gəl səninlə iki qardaş ehtiyat görək. Nə qayraq? Qələmi götürüb gedəsən, görərsən ki, imtahan var, imtahanı verəsən. Qələmin yoxdur, imtahan yoxdur, qayıdıb gələrsən. İmtahandakı suallara hardan hazırlaşaq? Nədir, qaynaq nədir? Qaynaq Quran kitabı. Ay, sol. Mənə bax, Quran kitabı deyir ki, az yaşlı ilə evlənməkdə bir problem yoxdur. Yəni, Talaq surəsi 4-cü ayətə baxsam, mən 10 yaşında da arvad ala bilərəm özümə. Onlar olmaz. Ne bir söz deyim də, ateistlərin çoxu, Quranda... Sualıma cavab ver. 90% yaxşı şeyləri primer seçimi gelir, 10%... Yaxşı şeylərdən başla. Yaxşı şeylərdən başla. Başla, 5 dənə yaxşı şey sayma. Biri namaz qılmaq. Belə baxanda həm... Namaz neçə rükət? 17 rükət? 5 rükət. Belə baxanda... 5 vaxt olar, rükəti deyirəm mən. 5 vaxt, mən qılmıram, bilmirəm dəqiq. 5 vaxt 17 rükət. Biyoloji cəhətdən baxanda da ki, sağlamlıqdır, düzdürmü? Sənin hissələri var, yox. Mənə göstər burada.
Al bu Quran kitabı, namazın neçə rükət olacağını, hansı fiqurların icra olunacağını göstər Quranla. Gözləyirəm. Şərt deyilir, orada yazılsın. Ən azından nətər deyim, bu namaz qılmağın Qardaşım, namaz sözü səbəbləri hansı var. dildədir? Namaz hansı dildədir? Yəqin ərəb dilində olardı. Bəlkə farscadır. Ola bilsin. Əhsən. İndi sən mənə de görüm. Qıl feili ilə birlikdə namaz qıl hansı Qurandadır? Yoxsa mən bilmədiyim bir Quran mı var? Quranda yazılıb da namaz qılmaq şərtdir. Namaz qılmaq şərtdirsə, namaz qılmaq şərtləri hardadır? Şərtlərdir ki, dediyim kimi də, yəni əvvəl yəqin peyğəmbərlərimiz o cür qılıb, onlardan bizə elə gəlib də başa düşdün. Sən şu prioritet məsələ peyğəmbərlərin necə elədiyi yoxsa Qurandır? Peyğəmbər bəşər övladı deyil, bəlkə səhv eləyib. Əgər peyğəmbər Allaha yaxın olan adam olubsa, qardaş, onun yoluna gəlib də hamısı başa düşdün. Tamam, peyğəmbərin oğulluğunun arvadındadır. Alarsan anlayırsan. Anladım. Peyğəmbərin eyni zamanda Peyğəmbərin oğulluğunun arvadını alıb. Nümunədir deyil. Mən sənə onları primə çəkmədim. Mən sənə dedim ki, 10% harda pis şeylər var, gedib onları şey eləyirsən. Əzizim, Allahın kitabı dediyin kitabın içində pis şey ola bilər. Mən demirəm pisdir. Prosta mənə elə gəlir ki, o indi səhv başa düşdüyümüz şeylər əvvəl tamam başqa cür olub. Prosta indiyə anlayış kimi belə gəlib çıxıb. Yox, əzizim, sən deyirsən ki, pis şeyləri nümunə çəkirsən. Adın nədir sən? Vüqardır mənim adım. Vüqar, sən deyirsən ki, pis şeyləri misal çəksən, amma mən bunu bir yer əlindən uydurmuram. Qurandan götürüb misal çəkəcəm. Dolayısıyla sən deyirsən ki, Quranda pis şeylər də var. Allahdan gələn kitabın içində pis şeylər nətər ola bilər? Pis deyəndə ki, mən şəxsən mən də razılıq edirəm ki, o 9 yaşlı qızla evlənib, nə bilim, cinsi əlaqədə olub. Mən də belə baxanda ona razı edirəm. Ancaq bir tərəfdən də baxanda məntiqlə düşünmək lazımdır ki, burada 90% insanların xeyrinə, yaxşı hər şeyinə görə yazılıb, başa düşdün? Nədir də xeyri? Sən izah vermədin axı mənə. İzah vermədin ki, falan şeylər xeyrinə. Namaz qılmaq. Bax, biri namaz qılmaq. Namaz qılmaq var Quranda. Namaz qılmaq şərt yazılıbsa var da. Hanı mən namazda o figuralar var ha, əyilib qalxmaq. Hardadır? Onun şərti dediyimdə yəqin peyğəmbərlərimiz Allaha ilə yaxın olub, elə eləyir. Arkadaşım, peyğəmbərdən gəlir sənə deyin, yoxsa Allahdan gəlir? Allah sənin durub əstəğfurullah qabağına namaz qılan deyil ki, peyğəmbər ona yaxın olubsa, elə qılıbsa, Yaza bilməzdi. Hər şey yazılası deyil ki orada. Qardaşım, sən başa düşmədin. Bir də təkrar edirəm. Ay yoldaş, dinlə, bir dəqiqə deyən. Harda deyir oxanla? Bir gözlə görüm. Qulaq as. Bax, mən sən dediyim şeylərin heç birini dinləmədən, elə dinləm. Bax, niyə sözmüşsən? Deyirəm ki, mən dediyim şeyləri dinləmədən operativ cavab verməyə çalışsan, olmaz belə bir şey. Sən deyirsən ki, dinimiz var və dinimiz Qurandır. Bu namazın qaydaları hədislərdən gəlir. Sən hədisə inanırsan, inanmırsan. Mən ən çox Qurana inanıram. Bəzi hədislərə inanmıram. Hansı hədislərə? Kimin hədis kitablarını oxumusan? Şiəsən, sünnisən? İnanmıram. Çünki elə hədislərdə elə şeylər yazılıb ki, mən ona inanmıram şəxsən. Sən xeyr ola ki, keyfə görə hədisə inanırsan. Şıqıldatma orada, sakit dur. Səs gəlməsin, kirlənməsin. Çünki tək kitab məncə doğru kitab Quran kitabıdır. Aysu, mən də sən Qurandan namazın şərtlərini soruşuram da. Sən bilirəm hara aparırsan, Çevik bəy. Çevik bəy, sən bilirəm hara aparırsan. Təşəkkür edirəm, başqa bir şey yoxdur. Çox güzel. Yəni, bir dənə bunu da deyim, sonra abi çıxıram mən. Yəni, ən azından məncə bəlkə var olsa, Allah sənə nə deyim, hidayət versin, səbir versin. Yox, hidayət lazım deyil, mən yenə hidayəti. Sağ ol. İnşallah. Cənab, buyur, xoş gəlmişsən. Hər vaxtın xeyir, Sevik bəy, necəsən? Hər vaxtın xeyir, gözəl insan. Bir dənə bir xahişim vardı Sevik bəy sizdən. 26 iyun Silahlı Qüvvələr günündə nə deyib bu barəsində də belə deyim. Olar? Hə, buyur. Ya həmən gün istəyərdim canlı olsun. Bir də bir siz necə olsun, hansı formatda? Milli qəhrəmanlarımız və imamlar və belə bir formatda ola bilərmi, xahiş edərdim. Ola bilər, bəli. Bunu çox istəyərdim də insanların belə deyim tərcihini istəyərdim, görüm nə tərcih edirlər. Tamam, bu barədə danışarıq 26 iyun Silahlı Qüvvələr. Xahiş səndən. Təşəkkür. Oldu, sağ olasın. Seyyid Əli.
Seyit gel kardeşim. Doktor Drive. Sesçi var orada olmaz. Tamam bey. Sesçi var orada dostum olmaz. Hakim buyur hoş gelmişsin. Hakim de gecikti. Seyit buyur hoş gelmişsin. Salam aleyküm. Salam aleyküm. Melekü. Çevik Bey, akşamın xeyir. Akşamın xeyir. Sənə bir söz deyə bilərəm. İnciməyəsən ki mənim sözümdən. Bu söyüşdə tək pis sözlər məndə yoxdur. Sən onsuz da Allaha inanmırsan. Belə deyək də, Allah varsa bizə kömək olsun. Allah yoxdursa, bax xətrinə dəyməsin. Allah sənə lənət eləsin. Razısan? Amin amin. Sonra? Bir də sənə də bir məsləhət verim. Sol gözün qıyılır. Getdikcə zəifləyir. Ne o zayıflamır elə elə. Gecən xeyrə. Niye getdin ki? Məndə səs sualım var idi axı. Getmə. Gitmə qal. Getdi. Soruşacaktım onu Seyit ne demek? Görürsən bilirdi mənasını. Selamünaleyküm kardeş. Her vaxtın xeyir dostum buyur. Kardeş ben sana iki tane söz demek istiyordum. Ha? Bu deyirsən ki Allah yoxdur, düzdür kardeş. Bəli. Bu hamımız eşidirik ki atom bombası düzəldiblər. Oranı partladılar, buranı partladılar. Düzdür kardeş. Hə. Bunu ne kim təsdiq edir, kim ya təsdiq edir, o təsdiq edir. İndiyə kimi atom bombası düzəltmisən, partlatmısan. Yox. Ben nəyə inanırsan? Birdən çox şeyə. Hə? Nəyə də məsəl üçün? Nəyinə lazımsa? Bir şey düzəltməmisən də sən bunu niyə inanırsan? Sana kitap Neye? izah edir ki bu şeyler, bu cür şeyler düzəldəndə bu şey əmələ gəlir. Ha? Elədir. Ben nəyə görə Qurana inanmırsan ki sən Allah var? Quran oxumusan ki sən? Oxumamışam, mən də eşidənlərdən inanıram. Sən Oxumadığın kitabına da inanırsan ki? Ha, bəs sən oxumusan bu kimyanı, fizikanı, oranı buranı, düzdür? Amma heç partlatmamısan, atom düzəltməmisən. Nəyinə inanırsan sən? İstəsən bu test eləyə bilirəm də. Hə, qardaş, Amma sən Quranı test eləmək olmur axı. Görməmisən, sən onu niyə Allah da istəsə sən yox eləyə bilər. İstəmir. Proses istəmir, hələ görsədir sənə kimiləri çıxanda ibrət kimi görsəsin cəmaata ki, yəni belə bir insanların axirəti nə olacaq? Ne inşallah insanları ibrət, narahat adamları ibrət kimi yaradır. Səni bəli, sənə kimisə ibrət kimi yaradır ki. Bəs üzdən İraqları nə üçün yaradır? Onlar da bəziləri üçün ibrətdir. Yəni sən bir üzdə İraq görməlisən ki, dal verməyəsən? Yo, mən elə bir üzdən İraqları görməliyəm ki, sənə kimləri görürüm, bilim nə var nə yox. Yox deyirəm, sən üzdə İraq görməlisən ki, dal verməyəsən? Görməli deyirəm, görənlər görür zaten. Bir də elə risk eləmə. Şəhriyar buyur, xoş gəlmişsən. Ay Şəhriyar. Ayış, bura kimlə? Sənən gəlməyin, eyni səviyyədə qarşılıq alasınız. Hayıf eləməyin. Axşamın xeyir Şəhriyar, buyur. Mən bu insanların bu təşəkkül prosesinin yaranmağına, yəni şübhəm yoxdur da, inanıram o barədə. Bir yəni şey maraqlıdır ki, insanlar bir-birlərindən nə cür bu neçə dənə dil var da, hərə nə qədər millət var. Bunlar nə cür danışıq forması nə cür yaranır? Bunu bilmək istəyərdim. Bəlli qruplar bir-birlərindən ayrılıblar. Öz aralarında yeni diksiyon, yəni yavaş-yavaş min illər boyunca fərqli-fərqli dil istifadə etməyə başlayıblar. Hə, oldu. Çox sağ ol. Sağ ol. Sən də sağ ol. Əxitək. Əşrəftəkin yerinə Əxitək gəldi. Hə, 3.3K deyil, 3.2K'dır səhv eləmirəmsə lazımdır. Ya da 1K. Salam aleyküm. Xoş gəlsin. Və aleykum salam və rəhmətullah və bərəkatuh. Deyirsən namaz haqqı heç nə yoxdur da, elə qardaş. Namazın neçə rükət olacağı ilə bağlı harda ayət var? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Peyğəmbərin yolundan başqa yol bidətdir, bidət zəlalətdir, zəlalət də oddur, finnar. Əminsən? Aç bax. Bəli. Harda deyir Peyğəmbərin? Səhih Buxaridə yoxsa Səhih Müslimdə? Quranda deyir, birbaşa Quranda deyir, nə Səhih Müslim. Qurandan danışır. Aç bax da Quranı, bir yağdan da Qurandan danışsan. Kimə ayəti deyirəm də, aç bax deyirsən, Quranı mən əzbərliyim. Nömrəsini, ayətin nömrəsini deyir. Elə bir ayət yoxdur axı.
Yox, var, niyə yoxdur ki? Umurul muhtətil bidətin dələlin finnar. Aç oxu da, bir yerdən ona... Ayetin nömrəsini denən, ayetin nömrəsi. Bəs Quranı əzbər bilirdin, hardan lazımdır suala cavab verirdin. Ayetin nömrəsini denən deyəcəm varmı yoxmu? Yox, Quranı əzbər bilirdin, hamıya sual verirdin. Sən deyirsən ki... Ayetin nömrəsini deyirsən, demirsən. Bir dəqiqə, qulaq as. Bayaqdan deyirdin ki, Allahın harda yazılmağın, Quran haqqında harda yazılmağın, mən sənə deyirəm ki, Peyğəmbərin yolundan başqa yol bidətdir, bidət zəlalətdir. Çünki ayətlər gəlir birləşir nə ilə? Hədislər vasitəsilə. Kimin hədisləri? Səhih Buxari yoxsa Müslim? Peyğəmbərin qoyduğu hədislər var ha, nətər yəni Müslim? Hardadır da hədislər? Oxu da bəs hədis göstərirdin hamıya, göstər də dəlalət. Tamam, gəl göstərək. Səhih Müslimdən gəl sənə hədis göstərim soruşun. Birbaşa Ayşə vasitəsilə Peyğəmbərə istinad olunur. Ayşə vasitəsində demirəm, sualına cavab verirəm. Gətirib deyir ki, insan nədən... Sakit. Səhih Müslim birbaşa Peyğəmbər dediyini deyir. Ayşə hədisdə. Səhih Müslim qeyd eləyir ki, evə girən naməhrəm kişini evin xanımı əmizdirəndə olur məhrəm. Bir əhl-i sünnə yoldaş gəlsin bunu mən izah eləsin. Həsrətlə gözləyirəm. Aç mikrofonu bu hədisi mənə izah elə. Allah sənə Peyğəmbər verir. Və ya istəyirsənsə şeyi izah eləyə bilərsən. Dəvə sidiyi. Dəvə sidiyi şəfaymış ya. Mən bildiğim sözün Quranda ayəti deyirəm sənə. Bax, ayəti çatdıram sənə. Nömrəsini denən ayəti. Demirdin Quranı əzbər biləm. Hardan deyirsən oradan deyərəm. Elə bir ayət yoxdur axı. Yoxdur. Umurul muhtətil bidətin dələlin finnar. O ayə yoxdur da Quranda. Sən elə bildiyin dildə, bildiyin əməldə budur. Bax, tevik. Açda bəs demirdin əzbərdən biləm. Hani hədis qırırsan nömrəsini denən deyirəm yoxdur da. Sən dediyin, qulaq as, sən dediyin söz var ha. Sən söz, insanların bilmədiyi, anlayışı olmayan insanları anlatmaq özü böyük. Sənin anlayışın yoxdur axı. Sənin yoxdur, sənə deyirəm, sən özün dediyin sözlərdir, sən Quran-Kərimə Salam olsun. Nə qədər saxlayacağım səndən? Ayətin nömrəsini demirsən axı mənə. Akif buyur bəy, xoş gəlmişsən. Ay Akif bəy, səni dinləyirəm. Dink dink, nə varsa mikrofon test edirsən qardaş. Dink dink. Dink dink. Dink dink. Anur bəy, buyur, xoş gəlmişsən. Salam Çevik bəy, salam, xoş gördük. Bütün izləyiciləri salamlayıram. Sağ ol. Özünüz də maşallah bildiyim qədər qazisiniz. Qazi deyiləm, veteranam. Veteransan da, döyüşdə olursan, əskərdə olursan, düzdür qardaş? Olmuşam. Bax, sizə bir dənə sualım var. Bu döyüşə gedəndə, döyüşdə olursan da, yəni sən orada bir Allahu Ekber, ya Ali, ya Muhammed sözü deməyirsən qadanam. Yox. Demirsən amma bütün sözlərində salam aleykum, rahmetullah, bərəkət deyirsən. Düzdür qardaş? Yox. Sabahdan demirsən, Allahın adını çəkirsən. Miza, Allah adı sən qoymuşsan? Yox, qulaq as. Bax, Allahı qazananda insandır, şeytanı qazananda. Burada ağlı olan varsa, geçsin kitabı oxusun, gəlsin sənə cavab versin. Ağlı olmayan... Hansı kitabı? Ha? Hansı kitabı? Elm oxusun, elmi. Elmi bilməyən nə dini bilər, nə də səndən qabaq-qabaq. Sən arxandakı kitabın hamısını oxuyursan. Sən hansını bilirsən əzim? Mən sənin oxuduğunu da bilirəm, o birisini də bilirəm, bu birisini də bilirəm. Mən bir dənə şey bilirəm ki, eşlisə, insan iki şey üçün yaşayır, rəhmət, nəhlət. Burada çıxız nə səni təqqir eləmək düzgündür, nə səni kafir demək düzgündür, nə də sən kiməsə durduğu yerdə söz demək düzgündür. Oxumaq lazım. Sən müsəlmansan deyilsən. Sən alim adamsan, düşürsən bəzi o savadsız kadrların içinə. Çünki sən onlardan heç vaxt barışamayacaq. Sən onların başına tac da qoysan, onlar öz bildiyindən əl çəkməyəcək. Allahı qazananda insandır, şeytanı qazananda. İnsan gərək o sinəsində, ürəyində onu qazansın. Sən onu qazanıbsan, sən elmi də yaxşı bilirsən, dini də yaxşı bilirsən.
Anladım. Sen Müslümansan, Hristiyansan, Yahudisən? Qardaş, bilirsən nədir? Bir dənə sənə söz deyim. Mən nə şiəyəm, nə sünniyəm, nə xristianam, nə müsəlmanam. Mən insanam. Mən səni başa düşürəm. Mən sənin yıxılanda səni qaldıranam, sənə su verənəm. Başa düşürsən? Təşəkkürlər. Sənin insan kimi qəbul eləyənəm. Başa düşürsən nə demək Anladım. istəyirəm? Mən ki onu bacarmıram, nə dindən danışaram, nə insanlıqdan, nə də keyfiyyətdən. Burada çoxlar Anladım, çıxır, Əziz. yekə deyir sizə qarşı. O düzgün hərəkət deyil. Başa Ya cavab verməlisən, bax sənin qoyduğun suala cavab verilməlidir. Başa düşürsən? Ya da verilməməlidir. Çıxır burada biri səni söyür, biri səni təhqir eləyir. Təbii ki, sən Allahın elçisisən. Sən təbii ki, o sözü yazıb insanları başa düşməlisən, insanlar səni başa düşməlisən. Sən oraya Allah yazsan, Peyğəmbər yazsan, sən maraqlı olmazsan bu kütlə üçün. Bizim içimizdə bir dənə kütlə var, sənə qurban olum. Eşitsən nə deyirəm? Eşidirəm. İçimizdə bir dənə kütlə var, dini, fini, heç anası, atası bilinməyən bir insanlar da mı qoysan, səni yekə-yekə sənin qabağını qoyub çırsınlar. Anladım. Teşekkürler Qardaş, Əzizim, var olasın. elm olmalıdır, elm. Allah sənə can sağlığı versin, Allah uzun ömür versin. Xahiş edirəm, burada oturan izləyicilər kitabı oxusun, elmi oxusun, dini, elmi olmayan dini hardan bilə bilər? Bax, mənə başa düşdüm, maşın var, bunun benzini yoxsa bu necə gedə bilər bu maşın? Anladım Gedin Əzizim, kitab teşekkür oxuyun, ederim. elm, məktəb oxuyun. O kişinin oğlu oxuyub, hardan deyirsə cavab verir. Teşekkürler kardeş, var olasın. Öpürəm səni, var ol. Sen növbən deyil dostum. Əbəlfəz kişi bir dənə gözdə sağ olun. Hörmətli izləyicilər, hesabı takip eləməyənlər takip alsın da zəhmət olmasa. Sənin növbən deyil dostum, Əbəlfəz dostum. Bir dənə səbirli ol. Kamran bəy, bir hoş gəlmisən. Axşamın xeyir olsun kişi oğlum. Axşamın xeyir. Sağ ol dostum, sən necəsən? Bu söhbətə satirik girəcəm. Yəni ki, bir şəkilli olaraq bütün Azərbaycana salam olsun. Yəni mən bir məclisdə başıma gəldi, yəni olmuş hadisə danışıram. Səsim gəlir də hər halda. Gəlir. Hə, yəni həqiqətən də sırf başqa çoxlu elmlər, çoxlu kitab oxuyan insanların təfəkkürü, beyni, fikri tamam başqa olur. Dünyaya baxışı, dünyaya görüşü. Yəni bir məclisdəyəm, məclisdə qoç kəsilir. Yəni belə üzr istəyirəm, qoçun ağ əti var da bildiyimiz. Bəli, var. Hə, həmən ağ əti baxdım, yəni bir gözümüzü açandan yemişik, yaxşı da ən dadlı yerlərindən biridir. Yəni manqalda da kebab bişirilənir. Mən də baxdım ki, ağ ət durur, səliqə ilə özüm kəsdim, səliqə saldım, şişə keçirdim manqala. Mağazina göndərdilər, nəyəsə ehtiyac var idi, mən alıb gələrəm. Getdim elə mağazina cavab alanı, gördüm manqalda nə kebab var, nə ət var. Soruşdum ki, yəqin ətlər tez bişib də. Dedilər, yox. Sən bütün manqalı zibillədin. Yəni manqalı batırdın deyim, zibillə saldın. Səbəb soruşdum ki, səbəb nədir? Dedilər, ora haramdır. Niyə haramdır? Bir məntiqli bir izah verin haram olmağını. Mən də ki, bir qələt eləmişəmsə, bir səhv iş görmüşəmsə, hər kəsdən üzr istəyim. Yəni çox adam üzümə belə əsəbi şəkildə sərt, yəni o məclisdə olan insanlar da kişilərdən söhbət gedir ki, orada erkəyin sperması var da, belə deyə üzr istəyirəm. Ona görə haramdır. Dedim, belə lap yaxşı. O mən amin. Əgər o işi görmüşəmsə, səhvəmsə, səhv iş görmüşəmsə, mən amin. Bir sual verəcəm, məntiqli sual. Sualıma cavab versən üzr istəyəcəm. Qayıtdım ki, yəni ki, yumurta yeyirsən, deyirəm, hər gün səhər tezdən 5 dənə yumurta yeməmiş evdən çölə çıxmam. Dedim, bəs orada xoruzun sperması yoxdur, baxır üzümə. Yəni ki, bilirəm əzizim, təşəkkür edirəm. Elədilər də, bəziləri elədir. Təşəkkürlər. Yəni belə bir şey də var, üzr istəyirəm, qısa şeydir. Mən bilən İslam dini yaranmamışdan öncə Allah ay tanrısına deyilirdi. Yəni İslam dini yaranmamışdan öncə pəncərəni açıb ayı görəndən sonra əl açıb aya sitayiş olunurdu. Yəni ki, bu, yəni bəzi davam deyək də köhnə qalan... Əzim, bunları bilirik. Təşəkkür edirəm fikirlərin üçün. Çox sağ ol, var olasın. Çox sağ ol, var ol. Sağ ol. Əbəlfəz ki, xoş gəlmişsən, buyur. Nə var? Fərşi vurdun, qutardın fərşi. Axşamın xeyir, nə tərsən? Sağ ol dostum, sən necəsən? Salamatlıq şükür Allah səni qorusun. Yaxşısan? Yaxşıyam. Dedim Allah səni qorusun, sağ ol demədim. Allah qoruya bilirsə qorusun da, nə varim kimi? Allah qoruya bilirsə məni niyə qorusun? Gel bacından sonra uşaqları qorusun da. Qoruyur. Niyə qorumur? Niyə qorumur? Bəs niyə uşaqlar ölür? Xocalıda niyə qorumadı? Yaxşı, sən sual vereyim. Yox, niyə fırlatsan ki? Demirsən Allah qoruyur. Xocalıda niyə qorumadı? Ona qalanda heç İmam Hüseyin balasını da qorumadı. Demək ki, qoruyan bir gücü yoxdur da.
Hə, artıq. Necə? İmam Hüseyin kimdir ki, Xocalı uşaqlar yanında? O nə söz deyirsən? Başı Hə, xarabdır. kafir danışma ayıbdır. Gəl. Başa düşmədim. Sən İmam Hüseyndən əksik Xocalı uşaqlar. Nə danışırsan sən? Artıqdır ki, Təbii ki, artıq öz xalqın, öz millətin. Nə danışırsan sən? yaxşı peyğəmbərdən danışsan. Sən sıra bir adamla peyğəmbərə eyni yerini niyə qoyursun? Peyğəmbər kimdir? Ərəb. Hə? Nətər olur ki, bir ərəb mənim millətimdən artıq olur? Nətər olur ki, sən də Adəmdən Siqaret dünyaya çəkmə, gəlmisən? siqaret çəkmə, ekrana düşmə, spama gedirsən. Qulaq as, yaxşı, Hə. Adəmdən dünyaya gəlmisən. Eşidirsən Yox, məni? Adəmdən dünyaya gəlməmişəm. Sonra necə yəni Adəm peyğəmbər olub dünyaya ilk kəs gələn? Onda hamı bir-birinə bacı qardaşdır. Necə? Hamı bir-birinə bacı qardaşdır. Hamı bir-birinə bacı qardaşdır. Soruşuram da səndən. Sonra məndən çox sən bilirsən. Bayaqdan bütün cəmaət. Mən bax, sən həyat yoldaşın bacındır. Yox. Mən nətər çoxalıb da Adəmdən Həvvanın uşaqları? Onu sən bilərsən də mən sənə sual verirəm. Dindar olan sən deyilsən? Yox, mən dindar deyiləm. Nəsən sən? Sırabi adam. Adəmlə Həvva söhbətini hardan tapmısan? Tapmışam da səndə nə var ki? Mən Hardan, tapdım, sən hardan, deməliyəm. hardan oxumusan? Müsəlmansan sən? Oxumuşam. Müsəlmansan? Hə, müsəlmanam. Nətər olurlar müsəlman? Nətər olurlar müsəlman? Hə. Ona evdə öyrətdilər. Yəqin sən öyrətməyim. Yox, öyrətməyiblər də. Sən dinə dəvət eləmirsən məni? Yox, mən səni dinə dəvət eləmirəm. Niyə? Müştəhidin kimdir sən? Ona görə ki, eşidirsən, Allahın tanımayan dinini də tanımır. Sən gəl Allahı Tanıyırsan ki? dinini də tanımır. Sən tanımırsan? Sən götür. Tanıyırsan sən? Sən tanımırsan. Dedin ki, Allahı tanımıram mən. Mən bildim sən tanıyırsan mı? Hə, mən tanıyıram. Dinən də bizə də tanıtdır da, gör nətərdir o? Boylu buxunludur, yoxsa nətərdir? Onu mən sənin deməklə tanımazsan ki, onu mən tanıyıram. Sən necə tanıyarsan? Sən hardan tanımısan ki onu? Harda təmas eləmsən? Mən onu hardan tanımışam? Hə. Sən hardan sual versin, oradan tanıyıram. Yox, soruşuram da səndən hardan tanıdın? Sual ver, mən də sənə deyim də hardan tanıyıram. Quran Tanınmaq oxumusan? yerin səndə. Necə? Quran oxumusan, Quran. Yox, oxumamışam. Niyə? Namaz qılırsan? Yox, qılmıram. Nə, harda Temudan gəlmisən sən bir müsəlman olaraq? Yox. Mən Mən Allah yaradı. Mən Allah yaradı. Allah yaradı. Nətər yəni, valideynlərinlə təmas Allah eləyib. Yox. Nətər olub? Kim dedi ki onu? Bax, sənə bir dənə sual vereyim. Sən Allah yaradıb deyirsənsə, valideyninlə təması olması Gör lazım. nə deyirəm də, mən də sənə yaranışıq tariximi deyirəm. Qulaq as. Ha? Sən imkan vermirsən, sən sual versən, mənim verdiyim sual sənə sərf eləmir, mən atsan aşağı, imkan ver də mənə. Vermirsən axı. Tamam, buyur. Səni dinləyirəm. Yaxşı, qulaq as. İnsan 2 həftəliyində olanda çəkilmiş ət formasında olur. Daha Nə ki, olur? 3 aylığına. Çəkilmiş ət formasında, nə dolmalı? Çəkilmiş ət. Bax görürsən, sən bir məndən məzələnsən, imkan vermirsən danışmağa. Ya dolmalı yoxsa kotletli çəkilmiş ət? Sən dözməyəsən, mən atasan aşağı. Düzdür? Qardaş, çəkilmiş ət formasında deyirsən. Bu dolmalı olmalıdır, ya nə bilim, kotletli olmalıdır da. Gülmə də, sən görürsən, məzələnsən. Mən sənə məzələnəcəm, sənə yəni xətrübə dəyəcəm. Ay vətəndaş, Yəni sən özün deyirsən ki, dolmalığı kotletli, yəni çəkilmiş ət formasında olur. onu deyən zatına nəhlər, razısan? Sən demədin çəkilmiş ət olur. Dedim çəkilmiş ət formasında olur. Demədim Çəkilmiş ətdən nə düzəldirlər? Kotlet ya da lüləli iti, kebablıqda nədir? Ona qalanda eşidirsən, ona qalanda eşidirsən. Bax Səndən bir dənə sual soruşa görürsən. bilərəm. Yox, ciddi bir dənə sual soruşmaq istəyirəm. Bir dənə. Eşidirəm səni. Məva, bu dünyada Allah istəməsə bir şey ola bilər. Yəni hər şey Allahın istəyinə və iradəsinə bağlıdır, yoxsa yox? Hər şey Allahın iradəsinə bağlıdır. Yəni mən bu qələmi atdım da belə düşün də. Yəni bunu Allah istəməsə eləyə bilmərəm də mən, düzdür? Əlbəttə ki. Əlbəttə ki. O zaman sənə də atdım. Dolayısıyla Allah istədi. Dedi etiraz var elə. Şahin buyur, xoş gəlmisən. Salam, Çeviş qardaş, hər vaxtınız xeyir, bütün izləyicilər hər vaxtınız xeyir. Mən sizi izləmirəm. Ümumiyyətlə mən özüm əvvəllər namaz qılmışam, sonra suallar, o qədər suallar yaranıb ki, artıq namaz qılmamaq. Yox, mən inanmıram. Ümumiyyətlə dinə zədə inanmıram. Sözün açığı Allahın da olub olmamağını bilmirəm. Nə deyirəm, inanıram, nə də inanmıram, sadəcə bilmirəm və belə deyim də mənim fikrim ümumiyyətlə tamam fərqlidir. Mənə görə şəxsən din ümumiyyətlə bir fərd üçün ən təhlükəli şeylərdən biridir.
Çünki din sənə nəyin yaxşı, nəyin pis, nəyin doğru, nəyin yanlış olduğunu göstərir. Deyirsən bunu et, bunu et, bu yaxşıdır, bu pisdir, bu doğrudur, bu yanlışdır, amma düşünmə. Sən fikirləşmə. Halbuki səni heyvanlardan fərqləndirən şey düşüncədir. Sən sual vermə ki, nəyə görə məsələn Musa peyğəmbərin dövründə Təşəkkürlər mənim qardaşım, təşəkkürlər. Buna ehtiyac yoxdur. Bunları bilirik biz. Monoloq eləməyək də mənim qardaşım. Olarmı? Rica eləsən. Yaxşı qardaş, mən başa düşdüm sən ancaq bu birisi cəmaatla danışmaq istəyirsən də mən bildim, heç nə oldu. Meyvə demə. Təşəkkürlər. Salam desən. Məşədi, xoş gəlmisən, necəsən? Sağ olun, siz necəsiniz? Sən vaxtınız xeyir. Yaxşıyam. Məşədi sən orijinal olaraq yoxsa yox? Ceydilmə məşədiyəm, brat. Gör nə deyirəm. Bayaqları qaqaşa görə qoşuldum. Deyəcəydim o xiyarı sal aşağı, o ət yerinə. Hadi. Ya sən eşidirsən? Ay yoldaş, Əbülfəz. Ayıb olsun sən üçün. Əbülfəz ayıb olsun onun üçün, bəli. Gör nə deyirəm Əbülfəz. Sənə bir dənə son sual verə bilər ha. Sən Allahın iradəsinə qarşı gəlmişsən qaqaşım. Mən aşağı yaratdım. Allah istədi. Dəqiq. Sən hardan gördün Allah istədi onu? Sən demədin ki, Allah istəməsə heç nə ola bilməz. Sən özün öz dilinlə demədin ki, Allah istəməsə heç nə ola bilməz. Qardaş, sənə sual verirəm. Sualların hansı birini Allah danışıb ki, səndən də istəsin? Gözümün içinə qədər yalan deyirsən. Dəqiq. 30 dənə peyğəmbərin adını say. 30 dənəsinin adını sayarım, nə verəsən mənə? Sənə nə istəyirsən verəcəm. Dəqiq. Hə. Yaxşı. Baba sənə sual verirəm. Hansı rəngdən acığın gəlir? 30 dənə peyğəmbər adı say. Yorma mənə. Sayacağım. Sənə sual verirəm. Sən mənə sualıma cavab ver, sayacağım. Sən bilirsən mən şeyin ötəsindən gələnəm. Qulaq as, bir dəqiqə deyəm. Sənə adlarını da sayarım, atalarının adlarını da sayarım, anaların adlarını da sayarım. Gözləyirəm. Sən gözləmə. Sən gözlə. Hansı rəngdən acığın gəlir? 30 dənə peyğəmbərin adını say. Mənə sual, hansı rəngdən acığın gəlir? Əzim, rəngin bura söhbətə heç dəxli yoxdur. Sən mənə deyirəm, 30 dənə peyğəmbərin adını saya bilirsən, saya bilmirsən. Gör sən nə deyirəm. Eşitsənmə? Yox, eşitmirəm. 30 dənə peyğəmbərin adını sayasın. Saymıram. Nəyə görə? Sən Allaha inanmırsan, peyğəmbərin adını neyinirsən? Salamat. Sən müsəlman olsaydın deyərdin ki, mənə qayıdıb Quranda 30 dənə peyğəmbərin adı heç yoxdur. Mən səndən çox müsəlmanam belə baxıram ki. Ev təmiri, buyur, xoş gəlmisən. Ev təmiri qardaş. Ay vətəndaş. Cavab vermir. İlkin Nəbiyev, buyur, xoş gəlmisən. Gözəl insan, dəyərli vətəndaş. Axşamınız xeyir. Axşamın xeyir. Necəsiniz, nə var, nə yox? Sağ ol dostum, sən necəsən? Mən yaxşıyam. Sağ ol, hər vaxtınız xeyir. Çox zeki insansınız, çox ağıllı insansınız. Çox sağ ol. Diqqətiniz də mənim üçün maraqlıdır. Hər zaman da bu tamaşaçıları da salamlayırıq buradan. Sağ olasın. Birincisi, hər şey insanın öz qəlbindədir. Elədir. Nə istəsə özünə eləyə bilər, nə istəsə eləməyə bilər. İcazə versən bir daha çata bildirim verim. Yoldaşlar, zəhmət olmasa hesabı takip eləyək. 60 minə 1K qalıb. 1K-da burada var, 4 min adam var. Hə, buyur ev təmiri, səni dinləyirəm. Mən bilirsən nə maraqlı gəldi. Oğlanın sözü dedi ki, sizə, buyur, bağışlayın, üzr istəyirəm. Dedi, aşağı məni niyə atdın? Deməli, onu Allah istədi, sən aşağı atdın. Əzim, təşəkkür edirəm, amma bu söhbətləri biləyim. Monoloqa vaxtımız da, ehtiyacımız da yoxdur. Təşəkkür edirəm, var olasın. Sağ ol, var ol. Diqqətli, sağ ol. Sağ ol. İlkin qardaş, buyur, xoş gəlmirsən. Həmişə sən gələsən. Salam aleykum, axşamın xeyir olsun. Və aleykum salam və rəhmətullah və barakatuh. Nəyəsən, Çavuş qardaş, nə var, nə? Yaxşıyam əzim, biraz operativ olsaq olarmı? Yaxşı ol inşallah. Sizə bir dənə sual verəcəm qadınam, amma biz səmimi cavab gözləyirəm də qadınlarım sizdən. Buyur, səni dinləyirəm. Bax, yağın ki, maşallah, belə izləyirəm, maşallah, belə baxıram ki, dindən elmlisən, kitabları oxumsan, bəzilərində, hamısından anlayışım var, şükür Allah. Allah-u Ekber nə deməkdir, qardaş? Allah böyükdür deməkdir.
Yaxşı, hansı Allahdan gedir o söz? Termin etibariyle ərəblərin Allahından. Yox, o sən dediyin Allah Əkbər böyükdür, Allah böyük demək deyəndə o sənin də yaradan Allahdır, mənə də yaradan Allahdır, hər birimizi Yaratma yaradan prosesi Allah. necə baş verib ki? Mən qardaşım. Yaratmağı necə olduğunu mən sənə deyim də qardaşım. Yəni Allahın birincisi hər bir şey əlbəttə istəyinə, iradəsinə, hikmətinə bağlıdır. Bu bir. İkincisi ki, Allah istəməsə əlbəttə heç bir şey öz başına ola bilməz. Dolayısıyla sən gəlib şapalaq vursam Allah istəyəcək. Yox, söhbət ondan getmir ki, bizim xətalar eləyirik. Onu Allah eləmir ki, ya da Allah demir ki, sən xəta elə. İnsan surəsi 30-cu ayət. Allah istəməsə sən heç nə istəyə bilməzsən. Yox, qardaş, sən qadına bax, biz xəta eləyirik, düzdür? Onu Allah bizə demir ki, sən xəta elə. 78-ci ayət. Nəfsimizə görə, şeytana görə eləyirik, qardaşım. Nisa surəsi 78-ci ayət. De ki, sənin kimi mürtədlərə yaxşılıq da pislik də Allahdandır. Yox, pisliyi Allahdan ola bilməz. Nisa surəsi 78-ci ayət. Qardaş, orada pisliyi Allah demir, insan eləyir pisliyi, nəfsi eləyir, şeytan eləyir. Allah yaratdığı qula heç vaxt deməzsən pislik elə. Allah bizə həmişə ədalətli olmağı, dürüst olmağı, yaxşılıq etməyə bizə əmr eləyir. Bizə demir ki, get pislik elə. Ha, nə deyir ki burada? Oxu. Yüksək səs. Olun, sizin haqqında hətta yüksək qalalarda olsanız belə onların bir yaxşılıq üzü verdikdə bu Allahdandır deyə bir pislik və verdikdə isə bu səndən deyilər. De, hamınız Allahdan bunun adlarını nə olub ki, az qala özündən də anlayırlar. Səndə salamatçılıq deyil qə? Məndə şükür Allah'a qardaş, sən gör nə deyirəm Azərbaycan qadına. dilini düzündən oxuya bilmirsən sən? Yox, biraz oxumaqda səsin... Oxuyuram sənin üçün. Harda olursanızsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə bu Allahdandır, deyər. Bir pislik üz verdikdə isə bu səndəndir, deyərlər. De, hamısı Allahdandır. Yox, səndən dedikdə Allah özünü demir, qardaşım, öz əməlinə görədir sən başıma gələn pislik. Sən mənə məzələrsən, yoxsa sənə məzələrlər? Yox, əstağfurullah, Çəviş qardaş, sən qadınam, sən görsən orada özünü oxusan, özün də təsdiqliysən. O Allah... Təşəkkürlər. %3.5 kaynanata gidəyik, PK inşallah. Birazdan gidərik, az sonra gidərik. Niye qoşulmaç? Xomeyni bəyəfəndinin, saçlı Mexumuş bəyəfəndinin şəkli ilə qardaşlar. Görsən həqiqətən ciddi adam. Salam aleykum. Mələküm, oxumuşun şəklini niyə qoymuşsan ki sən kişi? Mənim ağamdır o. Ağamdır? Yavaş. Yavaş, yavaş. Ölüb eləyərsən, yavaş. Valih, buyur, xoş gəlibsən. Ağuncu, məsələ raket soxdular. Ay, yavaş, ay yoldaş, siz ədəbiniz olsun da. Nə varsınız siz? Cəmaat ailəsinin içində dinləyir axı. Xəstəsən sən. Valih, buyur, xoş gəlmişsən. Valihdən də çıxmadı. Axşamınız xeyir Şerif bəy, necə? Axşamı xeyir. Heyvanları sevirsən? Bəli, sevirəm. Müsəlmansan? Paşti sayılır. Loğman surəsi 19-cu ayət. Səslərin çirkini uzunqulaq səsidir. Allahın sevmir axı uzunqulağın səsini. Niyə? Uzunqulağın səsini Allahın sevməməyin səbəbi bundadır ki, uzunqulaq şeytanın yoldan çıxartdığı heyvanlardan biridir. Eynən tovuz quşu ilə olduğu kimi və ilanın da olduğu kimi. Eşeği niyə yoldan çıxartmaq istəsin ki şeytan? Səbəbini deyim də.
Səbəbini deyim də, onu necə başa salım sizə? Məsəl üçün biz şirdən qorxuruq elə də insan olaraq. Görəndə, yaxın gedəndə görürük, "Oo, bu nədir, yeşək heyvandır." Yəni bizi parçalayar. Onu da belə başa düşmək olar ki, yəni hər bir şeyi Allah özü yaxşılıq üçün yaratmayıb. Düzdür, yaxşılıq üçün bir xeyri var, amma bir-birini parçalasın deyə yaradıb. Eşəyin də səsi ziyanlıdır deyə, zarar versin deyə. Eşeğin səsi ziyanlıdır. Ziyanlıdır deyəndə, yəni mındar heyvan kimi qəbul olunur da ona görə. Yəni səsi pis çıxır ona görə. Mındar heyvandır. Əlbəttə mındar heyvandır. Düzdür, yeyirlər, ətini mən yemirəm. Mındar olmadığına görə mındar deyən əti mındarlığa görə yeyirlər. Bunun bioloji tərəfləri var, bu bir. İkincisi, sən nə demək istəyirsən? Eşeği məddədən yaradıb demək istəyirsən? Estağfurullah, hər şeyin yaradıcısı var, amma eşeği Allah yaradıbsa səsi niyə çirkin qoyub ki? yəni o Allahın özü bilən məsləhətdir yəni. Yox, sən demədin ki, şeytan yoldan çıxardıb eşeği. Yoldan çıxardıb nə qarırmış ki şeytan eşeğini? Yoldan çıxardıb deyəndə ki, yəni ki, vəsvəsə edib. Tamam da eşeği niyə vəsvəsə eləsin? Eşeği kimin nəyinə lazımdır? Vəsvəsə eləməsə heyvan niyə görə özü eşək olsun? Adı eşəkdir də heyvanın. Buna danış. Deyirəm ki, şeytan eşeği yoldan çıxardıb nə qarır ki? Yəni insanlara zərər vurur da eşək. O istər-istəməz üstündə yük daşınsa belə, heyvanın üstündə yük daşınsa belə. İnsana nə qarır ki eşək? Yəni məsəl var deyərlər. O eşək batdığı palçıqdan bir dəfə batar. Yəni keçdiyi yerdən bir dəfə keçər. Eşək inatçı. Əmin ol eşək səndən ağıllıdır. Orası elədir, o söz yox. Mən qəbul edirəm. Orası elədir. Əlbəttə. O zaman sənin bir eşək qədər ağlın yoxsa mən sənə nəyə danışım? Kərvidət. Özü itiraf elədi, mən demədim. Çox enteresan bir zihniyyət var bəzilərində. Cidden. Yoldaşlar PK'ya gidelim PK'ya. Aksafalı qaqaş buyur, xoş gəlmisən. Hər vaxtınız xeyir. Hər vaxtın xeyir. Səni dinləyirəm. Yoldaşlar hesabı takip almayanlar takip alsın da zahmet olmasa. Hesabı takip alır. Hesabı takip alır. Hesabı. Yok, niye yok? Yayını biz kaldırırsa tekrar da kaldırabildik de. Burada ne sıkıntı var ki? Furkan yayında da öyle onsuz da. Yarım saatlik PK'mız var. Ruslan Bey'e qeyd edin zahmet olmasa. Ruslan Bey'e deyin də yoldaşlar. Ki PK'sının vaxtıdır. Debat maraqlıdır. Bilirəm əzim maraqlıdır. Mənim üçün də maraqlıdır. Zaten PK'dan sonra debatlara devam edirik. Yarım saatdir. Yoldaşlar bir də Ruslan Bey'e qeyd edin də PK'sının vaxtıdır. Müsəlmanları qoş. Mən müsəlmanları özəlliklə dəvət eləmirəm. Yəni bütün dini mənsublar, bütün dinlərin mənsubları qoşula bilərlər. Bütün dinlərin mənsubları. Bütün.